Hər kəsə salam, kanalıma xoş gəldiniz. 11-ci sinif buraxılış imtahanlarına yeni əlavə olunmuş bir mövzu olan Woodrow Had Beta qaydasına birlikdə baxacağıq. İzaha keçmədən öncə qeyd etmək istəyirəm ki, 8, 9, 10 və 11-ci siniflərlə hazırlıq qruplarımız davam edir. Dərslərə qoşulmaq və yaxud da ətraflı məlumat almaq üçün yuxarıda qeyd olunan nömrəyə yaza bilərsiniz. Woodrow üstün tutmaq, nə isə başqa bir şeydən daha çox istəmək mənasında istifadə olunur. Özündən sonra tuzsuz məstər tələb eləyir. Gəlin nümunələrimizin tərkibində baxaq. I would raise a complete warmer level today. Tuzsuz məstərim gəlib. Tərcüməsi isə üstün tutmaq mənasında istifadə olunur. Bugün daha bir səviyyəni tamamlamağı üstün tuturam. I would raise up go out for dinner. I'm hungry. Axşam yeməyinə çölə çıxmağı üstün tuturam. Would raise'dən sonra tuzsuz məstərim gəlib. Had better məsləhət, xəbərdarlıq və yaxud da tövsiyə vermək üçün istifadə olunur. Had betterdən sonra tuzsuz məstər istifadə olunur. İnkar da vermək istəyirəmsə, bu zaman tuzsuz məstərin qarşısına not əlavə edirəm. You had better stop it now. İndi dayandırsan, yaxşı olar. You had better not ignore your studies. Dərslərinə laqeyd yanaşmasan, yaxşıdır. Hər ikisində də tuzsuz məstərim, yəni feilim istifadə olunub. Sadəcə ikinci nümunəmizdə laqeyd yanaşmasan, yəni inkarda verməli olduğum üçün qarşısına not əlavə olunub. İndi isə 2025-ci il 11-ci siniflər üçün olan dim test topludan bir testimizə baxaq. Would raise-ni görən kimi avtomatikmən tuzsuz məstər axtarmalıyam. Doğru cavabımız B variantı. To, ing, have, eləcə də ed və yaxud da burada isə sadəcə ed ola bilməz. Sadəcə tuzsuz məstər yazmalıyam. İkinci testimizdə isə had beta var. Burada da eyni şəkildə tuzsuz məstər yazılmalıdır. To, have, ed, ing ola bilməz. Doğru cavabımız C variantı. Videonu bəyəndinizsə bəyən butonuna basmağı, kanala abunə olaraqdan şərh yazmağı unutmayın.